Mike Minnie'nin 61 gün diri-diri bastırılmasına nail oldu. Amma tamaşanın ən dəhşətli tərəfi boğulma və ya tənhalıq deyildi. Ən dəhşətli tərəfi isə həyat yoldaşına deməyi unutması idi. 1968-ci ildə Mike Londonda diri-diri bastırılma üzrə dünya rekordunu qırmaq istəyən barmen idi. Bu ani bir qərar deyildi. Bu böyük bir hadisə idi. Onun ventilyasiya və iki tərəfi zəng sistemi ilə hazırlanmış xüsusi tabutu var idi. Minlərlə insan onun Kilburn'dakı bir həyətə 2 metr dərinliyə endirilməsini izləməyə gəldi. Ona boru vasitəsilə yemək verilir, müxbirlərlə söhbət edilir və hətta məzarından izdihama mahnılar oxunurdu. Lakin o orada məşhur olduğu müddətdə həyat yoldaşı Alice onun evdə harada olduğunu düşünürdü. O bu barədə Mike'dan öyrənmədi. Bir müxbir onların qapısını döyüb, ərinizin diri-diri bastırılması barədə nə düşünürsünüz deyə soruşanda bunu öyrəndi. Əlbəttə ki, Alice dərhal hadisə yerinə gəldi. Deyilənə görə o, məzara çatanda ventilyasiya borusu vasitəsilə qışqırıb, "Sən axmaqsan, Mike, sən həmişə axmaq olmusan." Mike bu tabutda tam 61 gün qaldı və sonda dünya rekordunu qırdı.